Tanınmış telejurnalist, ATV-nin Bizimləsən və Zaurla Günaydın verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair məlumatlar yayılıb. Səbəb kimi isə Zaur Günay cütlüyünün xaricə köçəcəkləri iddia olunur. Qeyd edək ki, mediada artıq ikinci dəfədir ki, bənzər səpkidə məlumat yayılır. Məsələ ilə bağlı ATV telekanalı ilə əlaqə yaratdıq. ATV rəsmisi Özal İbrahimli Bizim Media açıqlamasında bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur. Boş söhbətdir, köhnə xəbərdir, yenidən hamı verir. Bununla bağlı bir il öncə açıqlama verilib. Köhnə xəbərə yeni açıqlama vermək qeyri-peşəkarlıq olar deyə Özal İbrahimli qeyd edib.